legioner limitinin ləğvi deyirlər daha çox Sabahın belə deyim Xeyr. istəyi ilə bağlıdır ki, legioner limiti ləğv olunsun və Sabah legionerlərlə mövsümə deyərəm mövsümdən davam edir. Çox gözəl. Gəlin belə deyək də. Siz bilirsiniz ki, Azərbaycanda 1-2, ola bilsin 3 akademiya var. Və siz bilirsiniz ki, Sabah futbol klubunun belə deyək, mən dünya səviyyəsində, Avropa səviyyəsində deyirəm, Azərbaycan səviyyəsində biz deyə bilərik ki, normal bir akademiyası var və keçən ilin U19-un nəticələri və bu ilin U19-un nəticələri, ikinci komandanın nəticələrinə baxa bilərsiniz, 17 nəticələrinə baxa bilərsiniz və bu onu göstərir ki, artıq biz 7 il bundan öncə bu işə başlamışıq və bəhrlərini indi görürük bu işlərin. Və 2-3 ildən sonra artıq bu futbolçular qalxacaqdır və qalxacaq birinci komandaya və biz bunları ümid edirik ki, belədir. Və limitin ləğv olunması bu bizə zərərdir, əgər biz bu prizmadan baxsaq. Amma mən fikirləşirəm, bu mənim şəxsi fikrimdir. Mən burada bir necədir, mən futbol klubun prezidentiyəm, amma mən AFA-nın icra komitəsində də əyləşmişəm və ona görə mən burada hansısa və əgər biz futbolun inkişafından danışırıqsa, yenə deyirəm, bu mənim subyektiv fikirlərimdir. Mən fikirləşirəm ki, Azərbaycan futbolun inkişafı üçün limitin ləğv olunması daha yaxşıdır. Amma mən klub prezidenti kimi mən sizə izah eləsəm, əlbəttə mənə daha yaxşı olardı ki, bu limit qalsın. Ona görə ki, mən 2 ildən sonra, 1 ildən, 3 ildən sonra və artıq indi də bizim yerli futbolçuların heç bir problemimiz yoxdur. Bizim futbolçular başqa klublarda, arendalardadır. Ona görə heç kim deyə bilməz ki, biz bunu Sabah üçün eləmişik və bu mənim fikirlərim ancaq Sabah üçündür. Bu